16 oktyabr üçün bürclərin ən düz proqnozu, hər bürc üçün qısa ümumi təhlil və sonda qısa məsləhət. Qoç ümumi. Enerji yüksəkdir, işdə təşəbbüs göstərmək üçün yaxşı an. Münasibətlərdə dürüstlük problemləri yumşalda bilər. Məsləhət, ilk addımı atarkən impulsiv qərarlardan çəkin. Bir nəfəs al, sonra hərəkət et. Buğa ümumi, maliyyə və təhlükəsizlik mövzuları ön plandadır. Kiçik xərcləri gözdən keçir. Emosional tərəf daha sabitdir, yaxınlar dəstək verə bilər. Məsləhət, büdcəni yığcamlaşdır, bugünkü kiçik qənaətlər sabaha rahatlıq gətirər. Əkizlər. Ümumi ünsiyyət güclənir, sözlər vasitəsilə yeni imkanlar yaranacaq. Diqqət yayınıqlığına görə səhvlər ola bilər. Məsləhət, yazılı qeydlər apar, vacib fikirləri itirmə. Xərçəng. Ümumi, ev və ailə məsələləri əsasdır, emosional həssaslıq artıb. Evdə kiçik anlaşılmazlıqlar olsa da, həll tapmaq mümkündür. Səbirli dinlə, səmimi söhbət yaraları sağaldar. Şirümumi, özünü göstərmək üçün əlverişli gündür. Liderlik qabiliyyətin diqqət çəkəcək. Eyni zamanda qürura çox bel bağlama. Məsləhət, parla, amma başqalarına da yer ver. Qız, detallara diqqət fayda verəcək. İşdə səliqə və planlama uğur gətirir. Aşağıdakı stresə diqqət et. Məsləhət, prioritet siyahısı hazırla, ən vacib işdən başla. Tərəzi, münasibətlərdə tarazlıq axtarışı var, kompromislər fayda verə bilər. Estetik və sosial fəaliyyətlər yüksələ bilər. Məsləhət, harmoniyaya sadiq qal, amma öz səsini də unutma. Əqrəb, ümumdərin duyğular və intuisiyalar güclüdür, sirli imkanlar ortaya çıxa bilər. Etibarlı şəxslərlə paylaşmağa diqqət et. Məsləhət, içgüdünə qulaq as, amma faktları da yoxla. Oxatan, ümumi yeni ideyalara açıq ol, öyrənmə və səyahət planları cəlbedicidir. Sərbəstlik istəyi münasibətlərdə gərginlik yarada bilər. Məsləhət, macəraya atılmadan əvvəl praktiki tərəfləri düşün. Oğlaq, karyera və uzun müddətli planlar önə çıxır. Disiplinlə addım atsan nəticə olacaq. Duyğuları geri planda saxlamağa çalışma. Məsləhət, kiçik, ardıcıl addımlar böyük uğura aparar. Dolça, ideyaların paylaşılması üçün yaxşı gündür. Qrup işi və networking faydalı olacaq. Standartlardan çıxmaq sənə yeni qapılar açar. Məsləhət, yeniliyi bölüş. Tək dayanan ideyalar daha uzağa gedir. Balıq. Ümumi, intuitiv və yaradıcı enerjilər aktivdir. İncəsənət və ruhani fəaliyyətlər ürəyini doyuracaq. Praktik məsələlərdə isə diqqətli ol. Məsləhət, yaradıcı yanaşmanı praktik addımla balanslaşdır. Uğurlu olsun, qalmaq istəyir.